Biz danışırıq məktəbin ümumi növbətçilik sistemindən, düzdürmü? Məktəbdə ümumi növbətçilik sistemini birinci növbədə dedik ki, məktəbin təhsil verənləri. Yəni burada müəllimlər, digər kitabxanaçı, laborant, uşaq birliyi rəhbəri, digər təhsil verənlərə, dərnək rəhbəri və s. çağırışa qədər hazırlıq rəhbəri, yəni vəzifəli şəxslər və dedi ki, tədris inzibati heyət növbətçilik sisteminə cəlb olunur. O cümlədən də müəllimlər. Və növbətçilik sistemi məktəbin ümumi nizam-intizamını qorumaq üçün əsas şərtdir. Və Mənim burada sualım belədir, çox üzr istəyirəm. Demək, burada qrafika quranda, biz qrafika qurudandan sonra onun həmin cədvəldə həmin şəxslər imza onda mı qoymalı? Yox, baxın, başa düş. Tabel kitabı tərtib eləyib, tabel kitabda gündəlik növbətçilər gün növbətçi olduğu gündən imza atmalıdır. Təşəkkür edirəm sualınıza görə. Birincisi dedi ki, məktəbin ərazisi iş zonalarına bölünməlidir. Və bu iş zonaları dedi ki, 400 kvadrat metr, bir iş zonasının ərazisi 400 kvadrat metrdən çox olmamalıdır. Bu məsələnin bir tərəfi. Və növbətçilik sistemi üçün birinci növbədə pedaqoji şurada, məktəbin birinci pedaqoji şurasında məktəbin növbətçilik sisteminin əsasnaməsi təsdiq olunmalıdır. Növbətçi müəllimlərin işi nədən ibarətdir, baş növbətçinin işi nədən ibarətdir və bu əsasnamə təsdiq olunub, pedaqoji şurada təsdiq olunduqdan sonra məktəbdə bir kitab ayrılır. Deyək ki, 2024-25-ci tədris ilində məktəbin təhsil verənlərinin növbətçilik sisteminin qeydiyyatı kitabı, yəni bu şəkildə oldu. Və burada birinci həmin əsasnamə, həmin jurnalın ikinci səhifəsində, bax görürsünüz sinif jurnallarında necədir. Eyni formada qeyd olundu, düzdürmü? Eyni formada qeyd olundu. Və orada kim hansı gün növbətçidir, orada qeyd olunur, deyək ki, tarix, növbətçi müəllimlərin sektorlar üzrə növbətçi müəllimlər, məktəbin baş növbətçisi, orada da qeyd. Və hər günün əvvəlində növbətçi müəllim digər müəllimlərə nisbətən 20-25 dəqiqə öncə, indi baxın əsasnamada necə qeyd olunur, 20 dəqiqədə yaza bilərsiniz, yarım saatda yaza bilərsiniz. Tez gəlir, məktəbi təhvil alır. Ümumiyyətlə, məktəbin rəhbər heyəti, direktor müavinləri, hökmən tədris prosesinə ən azı yarım saat qalmış məktəbdə olmalıdır. O cümlədən növbətçi müəllimlər də növbətçiliyi təhvil aldılar. Və demək, həmin kitaba qol çəkdilər, növbətçiliyi təhvil aldı və deyək ki, əgər 2 növbəli məktəbsə, birinci növbənin sonuna başa çatdıqdan sonra, deyək ki, 15-20 dəqiqə ərzində növbətçiliyi təhvil verir və yaxud da ki, məktəb bir növbəlidirsə, tədris prosesi başa çatdıqdan sonra demək, növbətçilik təhvil verilməsi ilə bağlı qeydlə, yəni həmin bölmədə imza eləyir. Əgər növbətçilik zamanı hər hansı bir hadisə baş veribsə, həmin qeyd bölməsində, yəni qısa qeyd eləyir və lazım olarsa, əgər tələb olunarsa, sinifdən xaric və məktəbdən kənar işlər üzrə təşkilatçı bunu növbətçi müəllimdən alır. Məktəb direktorunun adına növbətçilik olduğu müddətdə və sektorda xüsusi bir hal baş verirsə, onunla bağlı yazılı məlumat qeyd edir. İzah elə bildimmi fikrimi? Bəli. Təşəkkür edirəm. Hörmətli həmkarlar, bizim demək, hal-hazırda işləyən direktor müavinləri üçün praktik dərslərimiz mart qrupundan olan dərsdən bunu yazıram və bizim aprel qrupuna da qeydiyyat davam edir. Məktəb direktor müavinləri kim bu dərslərə qoşulmaq istəyirsə, Suha xanım, indi cavab verəcəm sizə, üzr istəyirəm. Demək, bir anket formu hazırladıq. Suha xanım, indi sizə cavab verəcəm, üzr istəyirəm. Bir dəqiqə, üzr istəyirəm, cavab verəcəm sizə bir dəqiqə. Demək, hal-hazırda işləyən direktor müavinləri də kimlər ki, bu praktik dərslərimizə qoşulmaq istəyirlərsə, böyük məmnuniyyətlə 050 672 59 11 burada qeyd olunacaq, həmin nömrə ilə əlaqə saxlaya bilərlər. Hal-hazırda ümumi təhsil məktəbinin idarə edilməsi ilə bağlı hansı hüquqi normativ sənədlər tətbiq olunur? Onlar praktikaya necə tətbiq olunur? Necə sənədləşdirilir?
Bax bunları biz öyrəndik. Təşəkkür edirəm.